87-ci sual. Oksigen bölünməsi. Hidrogen və oksigenden ibarət 320 ml qaz qarışığı var. Nə qədər var uşaqlar? 300-dən 20 ml. Hidrogen var əldə, bir də nə var? Oksigen. Bilirsiniz ki, bunlar reaksiyaya girir. Elədir. Bunlar reaksiyaya hansı nisbətdə girirlər uşaqlar? 3-ün 1-ə. Hansı nisbətdə girirlər? 2-nin 1-ə. 2-nin 1-ə nisbətdə girirlər. Düzdür? Hansı nisbətdə girirlər? 2-nin 1-ə nisbətdə. Eğer bunlar 2'nin 1'e girirlerse, o zaman 2'ye 1 girirse, o zaman 2x'e ne kadar girer? X. O zaman hidrojen 2x sərf olundu, oksijen de x sərf olundu. Alam bundan sonra hidrojen 32'de artık kaldı. Elə mi deyir? Evet. Bunlar reaksiyaya giriblər, hidrojen alam artıq da qalıb. Yani 2x bu girsə, x bu girsə 32 de hidrojen artıq qalar. Bunların cəmi nəyə bərabərdir? 320 ml. O zaman 3x üstə gəl 32 bərabərdir 320'ye. 3x bərabərdir 200 neçə edir? 288. X bərabərdir 100. 290. 90. Yox, 96 bərabər. Hə, 96. Deməli birinci əvvəl 96 bu imiş. 192 o da 32 neçə edir? 120 neçə də bu imiş, 124. Oksigen. 224 bu imiş millilitr, 96 millilitrdə oksigen varmış. Bizdən nə hansını istəyir? Oksigen. Aydındır? Evet.